Nə üçün bəzi insanlar bidətə qarşı sərt mövqedən yumşalır və ya bidət əhlinə qoşulurlar? Ən birinci hər kəs salamlayıram Allahın salamı ilə. Sonra bilmək lazımdır ki, bidətlə vəsf olunmuş insanlar, yəni mənası odur ki, onlar İslam anlayışında təhlükəli fikir daşıyan insanlar adlanır. Yəni bir insan bidətlə vəsf olunubsa, o bidətçi olmasa da belə, hətta bidət əməllə vəsf olunsa belə, artıq onun yəni təhlükəli bir fikir mənsubiyyətçisi, daşıyıcısı olması ortaya çıxır. Yəni belə olduğu halda, yəni bidət fikirli insanlardan və ya bidətçi kimi hökm edilmiş insanlardan uzaq durmaq vacibdir, lazımdır. Xüsusən də o müsəlmanlar ki, onlar yəni elm üzərində sabit, ayaqları möhkəm deyirlər. Yəni o insanların azma və yaxud da ayaqlarının sürüşmə təhlükəsi daha yaxındır və daha görsənəndir. Ona görə əgər bir insan bidətlə vəsf olunubsa, bidətlə yəni tanınıbsa, ondan uzaq durmaq, ondan çəkinmək İslamın əmr etdiyi, Peyğəmbər sallallahu əleyhi və səlləmin yəni şövq etdiyi, insanları rəğbətləndirdiyi bir məsələdir. Yəni insan özü bir kəsin bidətçi olduğunu biləndən sonra və ya onun bidət daşıyıcısı olduğunu biləndən sonra gedib yenə ona qulaq asırsa və ya gedib onunla yenə oturub durursa, bu artıq yəni xüsran əlamətidir, yəni uduzmaq əlamətidir. Yəni insan necə zəlalət bildiyi kəsə və ya azğın bildiyi kəsə, yəni zəlalət üzərində olan bir kəsə özü bildiyi halda, bilməyə burada dərd biraz yarıdır. Amma bilə-bilə bu artıq yəni xüsranın özüdür. Təbii ki, burada müəyyən qədər səbəblər qeyd eləmək olar. O səbəblərdən yəni biri bəzən yaxşı zəndə olmaq. Məsələn, elə zənn edir ki, gedim özüm qulaq asım, özüm eşidim, özüm onunla mübahisə edeyim, söhbət edeyim, görüm həqiqətənmi belə deyir, həqiqətənmi bu belə fikirləri daşıyır. Təbii ki, o insan da ilk həmlədə, yəni addımda, yəni təbii ki, öz bidətlərini heç vaxt sənə deməz. Əksinə özünü sənə sünnə ilə göstərər, hədislə göstərər, ayə ilə göstərər. Lakin sonra isə öz zəhərini sənə tərəf ötürməyə başlayır. Ona görə qədim alimlərin kitablarına baxdığın zaman görərsən ki, onlar deyərdilər ki, heç vaxt azğın insanlar öz azğınlıqlarını birincidən qarşısındakı insana ötürməzlər. Hətta onlar qatında əminlik dərəcəsinə çatarlar, sonra isə o zəhəri onların içərisinə, onların qəlbinə ötürərlər. Ona görə insan ola bilər zənn edib yaxşı, gedib və oturub onlarla danışıb və sonra isə yavaş-yavaş qəlbi çönməyə başlayıb. Həmçinin səbəblərdən biri belə insanlar çox mübahisə edən insanlar olurlar. Yəni çox mübahisə edən insan dəyişkən olur. Məsələn, görürsən elə insan qardaşdır ki, məsələn, hansısa bir məsələni, hansısa bir şeyi başa düşüb özü və görürsən hansı məclisdə görürsən, hansı yerdə oturur, hansı məqamda bunun danışmaq fürsət düşür, başlayır mübahisə eləməyə. O belə, bu belə, o belə və ehtiyac olmayan, yəni lazım bilinməyən yerdə lazımsız mübahisələr falan bu insanın dəyişməyinə aparıb gətirib çıxardan bir amildir. Sələflər deyərdilər ki, kim öz dinini mübahisə yerinə çevirsə, ən çox dəyişkənliyə məruz qalacaq. Bəzən görsən, mübahisə eləmək, mübahisəyə meyilli olmaq insanı aparır çıxardır bu vəziyyətə, bu hala, hansı ki o bəyənilməyən və xüsran olan bir haldır. Ona görə insanın bilə-bilə gedib onlarla oturması, durması, onlar ki, ya bidətçidirlər, ya da bidətlə vəsf olunublar, onlardan uzaq durmaq məsləhətdir. Bidətçi hökmdür, adam artıq sünnə üzərində deyil. Bidət daşıyan isə hələ ola bilər bidətçi olmasın, lakin fikirləri təhlükəlidir. Bu xəstə ilə xəstəliyi daşıyan kimidir. Yəni, məsələn, adam var xəstədir, onun yanına heç kim gedmir ki, keçər ona da. Adam da var, onda var, amma özü xəstələnməyib, amma insanlara keçirdir o xəstəliyi. Yəni, hər bir halda həkimlər ondan uzaq durmağı tövsiyə edir, çünki o daşıyır onu.
Yəni insan gərək fikri istəyər daşıyan olsun, istəyir lap fikrin bina edib ona dəvət edən bidətçi olsun. Yəni hər ikisindən də uzaq durmalıdır. Çünki nəticə etibarilə qarşıdakı insana təsiri var. Allah Teala kömək olsun. Və sallallahu nəbiyyinə Muhammedin və alə alihi və sahbihi ecmaîn.